Xəstəmizdə hər iki aşağı ətrafın varikoz xəstəliyi var və bu gün biz qərara gəldik ki, ən son müalicə üsulu olan və bu gün də dünyada sürətlə yayılmaqda davam edən non-termal non-tumescent, yəni keyləşdirmədən və termiki təsirə malik olmayan bir üsuldan istifadə edirik. Bu usulu biz Azərbaycana 6-7 il bundan qabaq gətirmişik. Bu gün də uğurla tətbiq olunur və bu üsulun ən böyük üstünlüyü ondan ibarətdir ki, burada xəstəmiz kompression corab deyilən, yəni lazerdən sonra bu mütləqdir. Kompression corabı geyməyəcək. Bu da ki, vacibdir xəstələr üçün ən azı bir ay o kompression corabı geymək. İndi artıq müəyyən etapları keçmişik, keçirik əsas etapa. Dediyimiz kimi xəstəmizə bugün dünyada ən son müalicə üsulu sayılan, demək, non-termal, non-tumescent üsulundan istifadə elədik. Əməliyyat müddəti hardasa da 15 dəqiqə qədər çəkdi və artıq bundan sonra xəstəmizə corab geydirməyəcək və xəstə də bugün evə gedəcək. Yəni onun xəstəxanada yatmağa da ehtiyac yoxdur və xəstə öz həyatını gedib davam etdirəcək, işə gedə bilər, özünün istirahətinə gedə bilər və s. Ona görə də bugün bu üsul öz effektiyi ilə xüsusilə o hallarda ki, biz xəstələrə corab geydirə bilmirik. Kompression corablar geydirə bilmədiyimiz hallarda bu əvəzsiz bir üsuldur və xəstədə də heç bir ağrı deyilən bir şey olmur. Təşəkkür edirəm.